motobrigada, mərkəzə cavab verin. Motobrigada eşidir. Təcili çağırışımız var, qeyd eləyin. Talon 9630, talon 9630. Vaxt 13:45, 13:46, 13:45, 13:46. Təcili tibbi yardım bölməsindən ötürülən çağırış dərhal qəbul edildi. Həmin ərazidə nəqliyyat hərəkəti sıx olduğundan ambusaykıllar təyin olundu və onlar çağırış ünvanına gedirlər. Çağırışa yalnız bir ambusaykl göndərilir. Motosikletdə 2 əməkdaş, felçer və xüsusi tibbi hazırlıq keçən sürücü olur. Heyətin üzərindən müşahidə kameraları quraşdırılıb və bu, briqadanın fəaliyyətini real vaxtda izləmə imkanı verir. Ambusaykıllar zəruri tibbi avadanlıqlarla tam şəkildə təchiz ediliblər və xüsusi hazırlıq keçmiş felçerlər ürək-ağciyər reanimasiyası, ürəyin qapalı masajı, defibrilyasiyası, o cümlədən sınıqlar zamanı immobilizasiya və digər zəruri tibbi müdaxilələr etmə imkanına malikdirlər. Pilot layihənin nəticələri qiymətləndirildikdən sonra bu xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi də nəzərdə tutulub. Təbibə aid olan ambusaykl heyəti artıq çağırış ünvanındadır və onlar ilkin müdaxiləni edirlər. Ehtiyac yaranacağı təqdirdə isə ambulans maşınlar xəstəni təxliyə edəcəklər. Sahəsi yerinə çatdıq, ilkin müdaxiləni göstərdik. Deməli, xəstədə dirsək nahiyəsinin sıyrılmış, çızılmış yarası, bir də sol baldır sümüklərinin travmatik zədəsi var idi. İmmobilizasiya olundu, ağrı kəsici vuruldu. Hal-hazırda xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Ambusaykılların iş prinsipi bundan ibarət idi. Onlar gəlir və ilkin müdaxiləni edirlər və bununla da proses yekunlaşır. Vüqar Alışov, Rüstəm Abdullayev, ASTV Xəbər.